Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük siz müminlər. Allah oruc namazlarınızı qəbul eləsin. Bizim dünənki mövzumuz Qurani-Kərimdən idi. Qurani-Kərim barəsində danışdıq və qeyd etdik ki, Qurani-Kərim insanların həyatında çox vacib rol oynayır və insanlara lazım olan bir kitabdır. Və Qurani-Kərimin bu günləri barəsində söhbətimizi davam edəcəyik və növbəti ayəmiz Qurani-Kərimdən Qəmər surəsindəndir. Qəmər surəsinin 17-ci ayəsi. Qəmər surəsinin 17-ci ayəsində mütəalli olan Allah buyurur: "Və ləqəd yəssərnəl Qur'anə lizzikr fəhəl min muddəkir." Allah Teala buyurur, həqiqətən biz Quranı nazil elədik, asan elədik zikr üçün. Yəni xatırlamaq üçün, yəni öyüd nəsihət üçün. Biz bu Quranı öyüd nəsihət üçün asan elədik. Bugünkü mövzumuz budur. Qurani-Kərim asandır. Qurani-Kərimi rahat başa düşmək olur. Əlbəttə Qurani-Kərimin bəzi ayələri var ki, ehtiyac var o ayələrin elm əhlindən soruşulmağına, o ayələrin açıqlamalarının öyrənməyinə. Çünki mümkündür ki, elənsə ayə olsun ki, insan başa düşməsin ilk dəfə oxuyanda. Təfsirlərə müraciət eləsin, açıqlamalara müraciət eləsin, elm əhli müraciət eləsin, elm əhli gözəl şəkildə izah eləyəcək və onları başa salacaq bu ayələrin mənalarını. Çünki ayənin ola bilər ki, zahiri mənasından bir şey anlaşılmasın. Bizim bir çox ayələrimiz var ki, zahiri mənalarından mümkündür ki, ilk dəfə oxuyanlar, təcrübəsi az olanlar bir şey başa düşməsinlər. Ümumiyyətcə, Qurani-Kərim asan bir kitabdır. Biz onu çətin bilirik. Bəzi vaxtlarda biz özümüzü qorxuzuruq ki, ona yaxınlaşaq ki, mənim üçün çətin olar, mən oxuya bilmərəm, öyrənə bilmərəm, bilə bilmərəm. Yox, bu cürlə bir məsələmiz bizim Qurani-Kərim barəsində yoxumuzdur. Quran çox asan kitabdır. Biz çox rahat bir şəkildə Quranı oxuya bilərik və rahat da başa düşə bilərik. Biz Qurani-Kərimi nə cür oxuyaq? Qurani-Kərimi Azərbaycan dilində oxuya bilərik bu Ramazan mübarəkdə. Ərəb dilində gəl bilmirsənsə, yaxşıdır ki, ərəb dilini öyrənəsən, yəni ərəb oxunuşunu öyrənəsən və Qurani-Kərimi orijinaldan oxuyasan. Və bu savab olan bir işdir. Amma Qurani-Kərimin öz məntiqinə baxanda, Qurani-Kərim özü bizlərə buyurur ki, boş-boşuna oxumayın. Yəni, insan bunları, ayələri, bu mübarək ayələri oxuyanda gərək fikirləşsin, barəsində təfəkkür eləsin, həyata keçirsin, əməli şəkildə başlasın o ayələrlə yaşamağa. Baxın, bir çox Quran oxuyanlar var. Bir çox Quran oxuyanlar var ki, bunu sadəcə olaraq özləri üçün peşə eləyiblər. Peşələri Quran oxumaqdır. Məsələn, Ramazan ayına, nə bilim, məclislərdə filan da bunların işlərinin adı Quran oxumaqdır. Baxsan Ramazan mübarəkdə düz əlində sərdaşımıza gəzir, hərəkətlərinə baxsan, gördüyü işlərə baxırsan, görürsən ki, Quranla ziddiyyət təşkil eləyir. Quranla uzlaşmır bunun əməlləri. Axı bu Quranı oxuyur, nəyə görə Quran bunu düzəlmədi? Quranı oxuyur, boş-boşuna oxuyur, Quranın barəsində fikirləşmir, oxuduqlarını bəlkə də imanı yoxdur. Əgər olsaydı, o cür nə olmazdı. Yəni, necə deyək, toxum münbit bir yerdə, saf toxum, münbit bir yerdə bəhrəsini verər. O çürük toxum ki var, çürük toxumu apar münbit torpağa, qara torpaq olsun, həmin o torpaq nə bilim cürbəcür gübrələrlə gübrələnsin, vitaminlənsin filan, hər bir şey olsun. Toxum özü çürüyüdür. Əgər çürüyüdüsə, o torpaq onu yetişdirməyəcək. Amma bir dənə saf toxum olsun, elə qayanın üstündə atsın, bəzi vaxtlarda görürsən ki, o qayanın üstündə də bitir. Qurani-Kərim də bu cürlədir. Biz əgər mənəviyyatımızı təmizləməsək, biz daxilimizi, ruhumuzu təmizləməsək, tövbə etməsək, təmizlənməmiş Quranı otursaq ki, oxuyaq, başa düşək, biz bunu başa düşməyəcək. Bizi hidayət etməyəcək. Bəzi vaxtlarda biz özümüzü çətinə salmış olacaq. Allahdan bu ayda istəyək ki, Allah bizləri müvəffəq eləsin ki, bizlər Qurani-Kərimi həm oxuyaq, həm başa düşək, həm də əməlliyik. Sağ olun, Allahın amanına qalın.